Salam əziz dəyərli izləyicilər. Bugün sizə qız bürcünü təqdim edirəm əzizlərim. Əziz qız bürcü, bu həftə səni çox dərin, daxili bir proseslər gözləyir. Düzdür, ətrafın sakit görünə bilər, amma sən öz içində böyük sualların, planların, arzuların, yəni beynində məşğulsan əzizim, zehnində, beynində çox məşğulsan. Həyatında çox şeyi gözdən keçirəcəksən. Hardasan, haraya gedirsən, nəyə daha çox enerji verməlisən. Bu həftə sənə bir sakitlik gətirə biləcək, amma bu sakitlik özünə dönmək və həqiqi arzularını duymaq üçündür əzizim, bu sakitlik sənin üçün. Sən ətrafındakı xaosun içində bir sabitlik, incəlik, nizam gətirən bir bürcsən əzizim. Yəni bu həftə elə eləyəcəksən ki, yəni hər dəfə hamı üçün qaçıb, hamı üçün hamıya yanmısan, amma bu həftə özünə vaxt ayırmaq istəyəcəksən. Yəni içində bax gizli bir həsrət var əzizim. Bəlkə də çoxdandır görüşmədiyin biri ya da ürəyini təzə-təzə istəməyə başlayan bir şəxs var. Yəni hətta o adamla aranda məsafə də olsa belə yolların kəsişə bilər. Əgər münasibətdə açıq olsan, bu həftə xoş təsadüflərlə dolu olacaq əzizim. Amma seçici birisən. Həmişə incə detallara fikir verirsən. Bu dəfə də elə olacaq. Sənə ancaq sözləri və baxışı ilə səni həqiqətən anlayan biri maraqlı gələcək sənə o insan. Bir uzanmış məhkəmən var. Sən qazanacaqsan. Ailə içində bəlkə də oxumağınla və ya işinlənmi və ya sənin öz ailə münasibətin var. Bəlkə də ailənə qarışan, üzərinə gələnlər var. Bir yerə getmək istəyirsən. Ayın birinə, ikisinə elə bir ki, bəlkə də övladın əskər gedə bilər, ya işə yola sala bilərsən, işlə əlaqəli, oxumaqla da əlaqəli ola bilər. Tək deyilsən həyatda, arxandan, yəni sənə ailəndən dəstək olanlar var sənə. Bax əzizim, arxandan gedən bəzi oyunlar var, çıxdı. Bax, arxandan dönən oyunlar. Bax, bir dostundurmu, yoldaşındırmı, yaxınındırmı, sizə pislik etmək istəyənlərin qarşısına əngəl olacaq dostun. Yəni ona diqqət et, çünki səni qoruyur. Tərs gedən məsələlər ki var, yuxusuz ki buraxan məsələlər ki var, ya dostundur, yoldaşındır, tanıdığındır, yaxınındır, əlində sübutlarından, sənədinlə sənə bir şeyləri anladacaq. Sonra sən ona inanacaqsan. Həyat yoldaşından və ya öz işindən əlaqəli bir təyinat ola bilər. Bir başqa yerə gedə bilərsən, başqa işə yollana bilərsən. İmza atırsan, imzanız təsdiqlənə biləcək. Ailədən bir kişi gözəl gəlişmələri, gözəllikləri olaraq sıxıntısından çıxacaq. Maddi, mənəvi bəzi sıxıntılar gedəcək. Rəsmi yerdə işləyən A, İ, V hərfi görə bilmədiklərinizi görəcəksiniz, istədiyinizə çatacaqsınız, çatmaq istədiyin bəzi şeylər var ki, çata biləcəksiniz istədiyinizə. Enişlər, çıxışlar yolunda olacaq, lakin şans səninlədir. Sevgi həyatında da bir problemin ola bilər əzizim. Çalış bunu, axışa burax. Özündən çox əminsən, bir firmanla anlaşmanız ola biləcək. Bir münasibətin dərinliyini artırmaq üçün çox yaxşı bir vaxt olacaq, amma bunun üçün sən yəni bəzi şeyi gizlətmək yerinə öz duyğularını açıq şəkildə ifadə etməlisən əzizim. Bu həftə partnyorun səni həqiqətən eşitmək, səni anlamaq istəyə biləcək. Sən onunla həm çox yaxınlaşa, həm də çox inciklikləri yumuşalda bilərsən əzizim. Bəzən bax ikinizin arasında bəzi bulanlıqlı olmuş bəzi məsələlər olur. Amma bu həftə sən bu xırda problemləri həll etməyə çox yaxınsan. Yəni həll edə bilərsən, o bacarığın da var əzizim. Tez çalış ki, hər insana tez güvənmə əzizim. Yumuşaq bir ürəyin var, saflığın var.
Yıxılanı bax qaldırırsan. Anidən bax arxandan vuranlar ola bilər. Yenə bayaq bax sizə xəbərdarlıq etdim. Harda, nə vaxt əlin nəyəsə istəyirsən çatmaq çatmırsa, o dəqiqə Allaha yönən. Dualarına bağlan. Ailə ilə əlaqəli bir sıxıntınız ola bilər, maddi sıxıntılar atladacaqsan, xəyal qurduqların var, planların var, əlinizə pul gələcək, gözlədiyiniz yerdən bir qohumun ziyarətinə gedə bilərsiniz. Hamilə qadının sağlığı problemi ola bilər, iş həyatından aktiv olacaqsan, çalışqansan, maddiyyatla dəstəklər ola biləcək, uzun yolunuz var, rəsmi yerdən sıxıntılarınız, pasport, viza məsələlərini həll edəcəksiniz. Ağlına gəlməyən möcüzələr ola bilər əzizim. Dost, çevrən ya ətrafında bəzi insanlara vaxt ayıracaqsan, üzləşmələriniz ola bilər, öz səhvin də orada ola bilər, öfkənə kontrol et, çalış, gözəl başarıqları əldə edəcəksən, bir kursa yazılırsan. Yəni, birlikdə olduğun, yanında olduğun insanı hər zaman mükəmməl görmək istəyirsən. Yəni, həyatda sorğulamaqdan əl çəkmədikcə və hisslərinizdən ön mühakimə yürütməyə davam etdikcə sevgi həyatında da bax yaşamaqda bir çətinliklər çəkəcəksən. Yəni hərdən belə öfkənə hakim ola bilmirsən, hərdən hirslənirsən, hərdən inamın olmur qarşı tərəfə də. Düzdür, inamsızlıqlar gördünüz, güvənsizliklər oldu həyatınızda, amma bu deməkdir ki, deyil ki, partnyoru incidəsən, partnyoruna güvənməyəsən. Sevgini düzənə qoymaq istədin, hər zaman addım atacaqsan, atmaq istədin düzü. Amma artıq özün nə zaman söyləməli, nə zaman vaz keçməli, hey ağlında ölçüb biçəcəksən. Ürəyini son sıraya buraxdın elə bir. Bax, bu ayın ortasında birilərinə qarşı çıxa bilərsən. Yəni, onun gülümsəməyi ilə tam çox şey dəyişə bilərsən. İçində gizli saxlanan romantizm var elə bir içində. Bir romantik duyğuların var. Bu sevgi doğru olub olmadığın bir sual var içində. 2 ay içində. Yəni, onunla birlikdə gülməyi, ağlamağı, susmağı öyrənəcəksən. Yəni, bu deməkdir ki, biz bir-birinizi anlayacaqsınız artıq. Artıq keçmişi düşünmək istəməyəcəksən. Yəni, sən sevəndə öz sevgivə sahib çıxırsan, qoruyursan. Yəni, hissiyatın da var, hiss edirsən, amma içində hərdən vəsvəsə bir qorxu da var. Gerçək bağ qurmağı da qorxursan. Son bir ildir ki, sınaqlardan çıxdın əzizim. Güvənin bəzi insanlara qırıldı. Duyğuların söndü. Xəyalların yarım qaldı. Sənə sevgi sözü verib qaçanlar oldu. İçindəki sədaqəti haqq etməyənlərə belə içdən içə səbirlə tutduğun, lakin bu ay duyğusal dönüşün ola biləcək əzizim. Yəni, onları keçmişdə qoyacaqsan. Səni anlayan biriləri gəlir qarşına. Təsadüf deyil bəlkə də bu. Ona görə əzizim, çalışın ki, tez-tez elə bir zikirlər deyin. Ya aziz, ya hakim, ya vəkil. Yəni, tez-tez bu zikirləri siz qız bürcündə olanlar deyin. Ailə içində bir neçə vacib qərarlar verə bilərsiniz. Evinizdə bir yenilənmə, yaxınınızın birinin planları ilə bağlı ola da bilər. Sənə ehtiyac duyan insanlar da ola biləcək, amma sən bu həftə çox yorulmaq istəməyəcəksən. Yaxınlarına sərhəd qoymaqdan çəkinmə. Bu həm sənə, həm də onlara yaxşı təsir edə biləcək. Qonşuda, qohumlar arasında həssas bir mövzu gündəminizə gələ bilər. Bəzən kənara çəkilib sakitcə izləmək, müdaxilə etmək sizin üçün inanın ki, çox yaxşı gələ biləcək. İş yerində də deyərdim ki, biraz diqqət mərkəzində ola biləcəksiniz. Sənə ya yeni bir tapşırıq iş yerində verilə bilər və ya ideyalarını daha da çox qiymətləndirəcəksən. Amma bu həftə həm sənin həmkarların gözü qarşısında görünməz bir lideri də çevrilə bilərsən. Çünki sən elə bir cəsarətlisən, sakit amma təsirli, bacarıqlı işlərin də var. Əgər iş axtarırsansa, gözlənilməz bir fürsət qapını döyə biləcək, qəfil zəng gələcək sənə, mesaj və ya tanış vasitəsilə yeni bir səhifə açmağa əzizim hazırsan, əziz qız bürcündə olan. Bu həftə sənə maddi baxımından bir sabitlik gətirəcək, böyük qazanc gözləmisən.
belki de gözləmirsən də planlı şəkildə addım atacaqsan. Xərclərini idarə etmək asan olacaq sənin üçün. Əgər borcun varsa, bu həftə onu qaytarmaq və ya planlamaq üçün gözəl bir həftə olacaq sənin üçün. Yəni pula hörmət edərək qənaətçiliyi də bacarırsan. Enerjini yüksəltmək üçün bəzən özünüzə belə hədiyyə ala bilirsiniz. Bu həftə ətrafında sənə gizli şəkildə izləyən, uğurlarına paxıllıq edən bir nəfər ola biləcək. Sən onun niyyətini tez biləcəksən, amma artıq bu cür münasibətlərə enerjini verməyəcəksən. Ən yaxşı cavabın səssiz qalmaq ola biləcək. Yəni fiziki baxımdan özünü toplamaq istəyəcəksən. Sağlığında baş, mədə, bel nahiyəsində yüngül narahatlıqlar ola bilər. Yəni bədənin səni yavaşlatmağa çağırır. Yəni biraz məni dinlət deyir. Yəni bir neçə gün sakit, nizamlı bir tempoda yaşa. Meditasiya ilə, oxumaqla, yəni təbiətdə gəzməklə özünü yorma əzizim də. Yəni sakit ol. Həyatında artıq səni yormayan və gərəksiz olan münasibətləri buraxmağa qorxmayacaqsan artıq, qorxma da. Sənə verilən vədlərə çox ümid bağlama. Ailənizə, yaxınlarınıza qarşı biraz sakit ol deyərdim. Yəni biraz altdan al yenə. Sakitliyində sən çox güclüsən. Ürəyini eşit bu həftə. Sənin ürəyin apardığı yola get. Bəzən sən qız bürcündə olan, bəzilərin gözündə həddindən artıq təmkinli görünə bilərsən, amma bu həftə sənin təmkin səni qoruyacaq təmkinin. Daxili səsinə qulaq as, doğru yola aparacaq səni, ona güvən, addımları inamla at əziz dostum. Bax, qız bürcünün nümayəndəsi deyərdim ki, sənə həyatda sadə baxan, təbii, yəni səmimi insanlar var ki, yanında. Düzdür, bəzi insanlar var ki, onların yanında yaşamaq sənin üçün asan deyil. Düzdür, siz nizam, intizam hissi ilə yaşayırsınız. Çünki birlikdə olduğun insanların həyat nizamlarına müdaxilə etmək kimi, yəni qarşı tərəf bunu hissləyə bilir ki, hərdən elə bilir ki, sən onun həyatına müdaxilələr edirsən. Ehtiyat edərək, səhv etməkdən qorxursunuz, düzdür. Yəni siz dünyaya öz şəxsi çərçivənizdən baxmağa öyrənmisiniz. Hədəfləriniz çox yaxşı ola biləcək. Düzdür, siz etirazlı ola bilərsiniz, lakin qısasçı deyilsiniz. Bəzi problemdən qutara biləcəksən. Məcburiyyəti sevmirsən. Biraz yorğunluq var, biraz içinizdə savaş var. Xəstə biri, yatan biriləri var. Onun xəstənin bir sonuncunu gözləyirsiniz ki, nətər, necə olacaq. Amma yaxşıya doğru gedəcək inşallah. Dua edirsiniz onun üçün. Bəlkə də ikinci əməliyyatıdır, bəlkə də əməliyyata gedəcək. Əlinizə açar alırsınız. Əlinizə pul gələ bilər və ya kredit də ala bilərsiniz. Bir işinizlə əlaqəli bir iş təklifi gələcək sizə. Peşman olmayacaqsınız. İstədiyiniz iş ola biləcək. Ona qarşı addım atırsınız. Biriləri sizə qarşı manipulə etmək istəyəcək. Ona diqqət edin. Dərdləşirsən birilərlə. Birilərin üzündən elə bir qisməti qaçırtdın əzizim. Bəziləriniz üçün bu həftə elə tez keçəcək ki, deyəcəksən həftə başladı, qutardı. Yəni elə bir zaman siz üçün qaçacaq. Ya qaynanandır, ya qaynatandır, ya valideynin də sizə bir gözəl dəstəyi ola biləcək. Yəni sizə dəstəyi olanlar olacaq əzizim. Yolunuzda da açıqlıq olacaq. Biraz da diqqətli olun. Bax, sizə xəbərdarlıq elədim ki, arxanızcan oyun oynayanlar var. Ona biraz diqqət edin əzizlərim. Diqqətinizə görə var olun, sağ olun. Dəstəyinizə görə çox sağ olun əzizlərim.